İnsanın qanunla üz-üzə qaldığı anlar həyatının ən ağır anlarıdır. Məhkəmə, boşanma, istintaq, əmək mübahisəsi sadəcə hüquqi prosedurlar deyil, insanın öz varlığı ilə üzləşdiyi anlardır. Çünki qanun sadəcə hadisəni mühakimə etmir. Bəzən sənin kim olduğunu, necə görünəcəyini, gələcəyinin necə qurulacağını müəyyənləşdirir. Qanunun dili soyuqdur və sənə haqlı və ya haqsız damğası vurur. Amma vicdanın səndən özünə sadiq qalıb qalmadığını daim soruşur. Qanun səni günahkar elan edəndə vicdanın səni haqlı çıxara bilər. İnsan qanunla vicdan arasında qalanda parçalanır. Məhz buna görə bu proseslər ağır və stresslidir. Məsələn, boşanma prosesində bir imza nikahı bitirir, amma əslində bitən sadəcə bir saziş deyil. İllərin hekayəsi, övladın gələcəyi, xatirələr və ümidlərdir. Qanun bu işi sadəcə boşanma aktı adlandırır, amma insanın ruhunda ömürlük iz qoyur. Bəs qanun həyatın ağrısını kəsə bilərmi? Yoxsa qanunun yazmadığı hekayəni duyğular yazmağa davam edirlər? Əmək mübahisələrində də belədir. Qanuna əsasən işdən çıxarılmısan, amma sən sadəcə maaşını itirməmisən, həm də öz dəyərini, hörmətini, kimliyini itirdiyini hiss edirsən. Stressin ağırlığı da buradadır. Sən qanun nəticəsilə vicdanın səsi arasında parçalanırsan. Sən bir sistemin çərçivəsində sıxışdırıldığını hiss edirsən, çünki qanun riyazi məntiqlə işləyir, amma həyat riyaziyyat deyil. Həyat ziddiyyətlərlə, duyğularla, dəyərlərlə doludur. Qanun isə paradoks tanımır. Hüquqi proseslərin təsiri təkcə səninlə yekunlaşmır, o sənin ailənə və ətrafına da sızır. Uşaq atasının gərgin üzünü görüb özünü günahkar sayır. Ana susur, amma içində böyük bir qəzəb daşıyır. Dostluqlar pozulur, iş mühitində güvən azalır. Hüquqi proseslər bəzən insanın həyatını sarsıdır. Bəs gələcəyə təsiri necə olur? Bir çoxu proses bitəndən sonra da eyni gərginliyi yaşayır. O məhkəmə zalından çıxır, amma zalın havası onun içində qalır. Qorxulu yuxular, hər addımda hiss edilən güvənsizlik, ədalət yoxdur inancı. Bunlar sadəcə xatirə deyil, çünki yeni həyat fəlsəfəsinə çevrilə bilər. Amma bu proseslər insana bir həqiqəti göstərir. Qanunlar xarici qaydanı qoruyurlar, amma daxili bütövlüyü bərpa etmirlər. İnsan qanunla dəyərlər arasında körpü qura bilməyəndə içində daimi çaxnaşma yaşayır. Ədalət hissi qanunun mətnində yox, vicdanın səsində gizlidir. Bəs sən özünü qanun qarşısında, yoxsa dəyərlərin qarşısında daha çox məsul hiss edirsən? Əslində stresin yaratdığı ağırlıq bizə qanunun səsi ilə vicdanın səsini birləşdirməyə çağırır. Əgər daxilən ahəng içindəsənsə, qanunun sərtliyi qarşısında belə rahatlıq tapmaq mümkündür. İnsanı stresdən azad edən şey prosesin nəticəsi deyil, özünün bütövlüyüdür. Bütün stresli vəziyyətləri, dəyər ziddiyyətlərini, vicdan əzablarını və narahatlıqları aradan qaldırmaq mümkündür. Çünki çıxılmaz görünən hər bir vəziyyətdə yeni alternativlər gizlidir. NAT məhz şüur altındakı gərginlikləri həll etmək, dəyərlərlə davranışlarını birləşdirmək və çətinlikləri fürsətə çevirmək üçün var. NAT parçalanmanı bütövlüyə, stressi gücə, qeyri-müəyyənliyi aydınlığa çevirir və faydalanmaq əla seçimdir. Əgər sən də bu gücü kəşf edib öz həyatında tətbiq etmək istəyirsənsə, 26 sentyabrda başlayacaq NAT diploma dəyişim proqramına dəvətlisən. İstər əyani, istər onlayn qoşula bilərsən. Hər bir iştirakçını xüsusi premium hədiyyə sürprizi gözləyir. Unutmayın ki, hüquqi proseslər insanı yalnız qanun qarşısında yox, öz vicdanı qarşısında da imtahana çəkir. Fikirləriniz çox dəyərlidir.